Uzun illərin sosial verilişlərin aparıcısı kimi məni tanıyırsınız və mən bildirmək istəyirəm ki, bizə müraciət edən insanların böyük əksəriyyəti qadınlar olub. Çox təəssüflər olsun ki, bir çox qadınlarımız hüquqlarını bilmirlər, xoşbəxt olmaq istəyirlər. Bu bizə bəxş olunan həyatı gözü dolusu, doya-doya yaşamaq istəyirlər. Həm kişilər, həm qadınlar. Amma bəzi qadınlarımız müəyyən problemlər yaşayır və çoxlu suallar mənə ünvanlayırsınız ki, neyniyək, necə edək ki, özümüz ayaq üstə dayanaq, gözəl ailə quraq, gözəl balalarımız olsun, işimiz olsun. Bilirsiniz, bu məsələlərin cavabı Etibar Ağadadır. Mən sizə məsləhət görürəm ki, iyul ayının 25-i Nizami Kino Mərkəzində Etibar Ağanın dostumuz, qardaşımız, bu məsələlər üzrə mütəxəssis Etibar bəyin demək seminarına qatılın. Mən də orada olacağım. Ümid edirəm ki, bu seminardan sonra hüququnu bilməyən qadınlar, əziyyət çəkən qadınlar, şəxsi həyat qurmaqda əziyyət çəkən qadınlar böyük səmərə görəcəklər və uğurları bol olacaq. Görüşənədək.